anaya yaxşılıq eləyəndə Allah tez rəhmət ağuşunu açır. Ata da biz olur hərdən bir nəfərsin barışmaq istəyirsən, bir neçə günə barışırsan da 3 gün, 4 gün. Adam da var 1-2 saata. Ana Allahla ara pozuldu, ana elə bil çox yaxın fasilədir. Bax bunu eşitsinlər məndən. Tez ana ilə biraz ünsiyyət düzəlt, yaxşılaşır vəziyyət. Bu bir məsələ, bax bu o çıxartdıqlarımı deyirəm hədisləri. İkinci, bir dənə hədis deyim sizə Peyğəmbərimizdən dedi. İzə kunte fi salatı tətavvu. Tətavvu müstəhəbbi namaza deyirlər. Elə ki müstəhəbbi namaz qıldın. Fə in dəakə validuk. O tərəfində atan sənə görmür, çağırır. Sən namazı sana müstəhəbbi də, vacib demirəm. Atan səni o tərəfdən çağırır. Fəla təqtəha, namazı kesmə. Tutar, sonra gedərsən atan yana. Amma və in dəatkə validətukə. Anan səni çağırdı müstəhəb namazda, fəqtəha, kes namazı, ged anava cavab ver. Allah belə istəyir ha. Dirək o, mənlə söhbət eləmirsən ha. Dayandır, ananla danış bir dənə. Get anava yaxınlaş. Gör nə deyir. Yəni Allah nə qədər anaya məhəbbəti var ilahi Rəbbim. Deyir, ondan eybi yoxdur, saxla. Müstəhəbbi namazda, vacib də yox. Hətta gecə namazındasan. Anan oradan çağırır, get onu yaxınlaş.